Bismillahirrahmanirrahim. Hörmətli müsəlmanlar, hörmətli Quran sevənlər, hər biriniz Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullah. Bir mövzuya toxunmaq istərdim. O da uşaqlarımızı necə qorumaq mövzusudur. Yəni onları həsəddən, gözdən, pis nəfslərdən qorunmağın yolları. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizlərə belə bir dua öyrədib. Ərəbcəsi belədir. U'idu bi kəlimatillahi təmmə min kulli şeytanin və həmmə və min kulli aynin ləmmə. Allahım, sənin tam və mükəmməl olan sözlərinlə sənə sığınıram. Min kulli şeytanin və hər bir şeytandan zərər, ziyan, uşaqlara xətər yetirə biləcək hər bir pislikdən, onlara ziyan toxunduran hər bir şeydən sənə sığınıram. Və min kulli aynin ləmmə, uşaqlarımıza nəzər toxunduracaq, həsəd edəcək gözdən sənə sığınıram. Və Peyğəmbər sallallahu aleyhi və səlləm nəvələri olan Həsən və Hüseyni bu dua ilə rüqiyə edərdi. Yəni onlara bu duanı oxuyardı. Və deyərdi ki, babanız İbrahim aleyhissalam, biz ki, deməli, ulul azm peyğəmbərlərindən biridir. Övladları olan İsmail və İshaqa da bu duanı və bu rüqiyəni edərdi. Ona görə uşaqlarımızı qorumaq lazımdır. Həsəddən, nəfsdən. Baxırsan ki, bəziləri hətta sosial şəbəkələrdə uşaqlarını paylaşırlar. Yəni, məhrəm olan məsələlər var ki, bunları heç kim bilməməlidir. O, məhrəmiyyətdir. Həmçinin ailə, uşaq, sənin nə yediyin, içdiyin, bunlar məhrəmiyyətdir. Bunları hamının önündə paylaşmaq, İslamda belə bir söz var, muru'a, muru'ədən deyil. Muru'a, yəni bir müsəlmana yaraşmaz. Yəni, ona bu xətər toxundura bilər, bu davranış. Ona görə övladlarımızı qoruyaq. Həmçinin başqalarının da övladını gördükdə, maşallah, təbarakallah, Allahumma bərik, barakallah, bu sözləri də deməyi unutmayaq. Çünki bu sözləri dedikdə insan istəməsə də belə, yəni bəzən ola bilər ki, insan istəmir, amma gözü dəyə bilər. Amma bu sözləri dedikdə onun önünü alır. Allahumma bərik, barakallah, təbarakallah. Həmçinin bu duanı da əzbərləmək lazımdır. Həm öz övladlarımıza, həm də başqasının övladını görəndə bir başından öpüb U'idu bi kəlimatillahi təmmə min kulli şeytanin və həmmə və min kulli aynin ləmmə duasını da deməkdə fayda vardır. Allah bütün balaları qorusun. Esselamu aleykum və rəhmətullah.